Bəzən insan nə qədər çalışsa da, haramlardan uzaq dura bilmir. Nə qədər səy göstərsə də, bu onda alınmır. Bunun səbəbi nədir? Bunun səbəbi iki şeydən dolayıdır. Birinci səbəb odur ki, insan Rəbbi barəsində yaxşı zəndə deyil, pis zənn etməsidir. Belə insan tam Allaha güvənmir, özünə də güvənmir və Allahın əmrlərinə layiqincə əməl etmir, itaət etmir. Bu halda onun etdiyi böyük xeyir əməllərdən də xeyir gözləmək çox çətin olur, nəticəsiz olur. Çünki qəlbində tam iman yoxdur, etibar zəifdir. İkinci səbəb isə insanın nəfsinə məğlub olmasıdır. Yəni insan bilir ki, bir şey haramdır, Allah bunu bəyənmir. Onu Allah üçün tərk etmirsə, demək ki, bu artıq şəhvət istədikləri və onun arzuları səbrinin önünə keçir və onun nəfsi ağlını örtüb artıq ona qalib gəlibdir. İnsan yenə də həmən günaha düşmək ehtimalı daha böyükdür və belə davam etdikcə o günaha mübtəla olur və düçar olur. Buna görə də alimlər deyir ki, birinci insanın problemi elmi zəifliyi olmasıdır. İkinci problemi isə iradəsinin və səbrin və bəsirətinin zəif olmasıdır. İnsan gərək bir şey haqda bilə, Allaha gözəl tanıya və ondan qorxub çəkinə və buna səbr edib və hər bir şeyə gözəl aid edib çəkinməyə bacarmalıdır. Həmçinin Yahya bin Muaz bildirmişdir ki, Uca Allah hər kimin qəlbini duasında toplayıb, diqqətini cəmləşdiribsə, onun duası rədd edilə bilməz. Yəni, insan dua edərkən, qəlbi ilə Allaha yönəlirsə, ehtiyacını hiss edirsə və Allaha böyük ümid bəsləyirsə, onun duası qəbul olunması ümidi çoxdur.